Ayıb da öyle sənə. Ona çəkmirsən yenə paylaşmısan məni. Ne çekmişim ya kardeş? Video çəkmirsən də gör mən Harda? çöldə, bir də burada çöldə. Ne çekmişim? Gör mən bomjam. Öldü namazından. Çöldə yaşayıram. Ha, başa düşdüm ne edirsən. Onu mən çəkməmişəm, onu Tofiq çəkib. Bizdə 79 manatlıq kebab seti var. Biz onu sənə hədiyyə eləyirik. Yox, lazım deyil. Mənə video çəkəcəksən yenə də. Rəddədə bu məndən qardaş o uzağı. Gel gedək. Bu nədir? Rəddədə bu buradan. Yenə mənə video çəkirsən. Hani kamera? Video zad yoxdur, narahat. Kameranı? Bu bizim təzə setimizdir, cəmi 79 manata. Belə set yemisən? Yox. O videodan danışırdı, ne güya səni çəkiblər də, Tofiq çəkib. Onu harda çəkib? Elə danışsan göyə bilmirsən. Çöldə. Deyirəm təsvir elə, o Tofiqi götürürsən, atırsan zibil qabına, onun da videosunu orada çəkirsən, hə? Baba. Bu yedilərim hamısı pulsuz oldu mənə. Əlbəttə ki. Bu da sizin üçün kebab pişirtdirmişik, təzə evdə yeyəsiz. Çox sağ ol qardaş. Bağışla, səndə 10 manat olmaz, bütöv. Olub, deyəm mən. Aha. Deyəm, bunu tut. Rəddədə mi məndən Deyəm, də? tut, mən xırdanı götürüm. Adə ya da lazım olmadı. Al, Yaxşı, sağ ol. sağ ol. Əli, yenə sənə video çəkiblər. Partladın sənə TikToku. Yenə də Bugün süpürgəçi oğlan yenə bizim restoranın qabağına gəldi. Gəldi və şikayət etdi ki, onun yaşadığı xaladilnik korobkasını oğurlayıblar. Mən də soruşdum, bəs sən harda yaşayırsan? bomjam. Öldü namazından. Çöldə yaşayıram. Mən onu içəri dəvət elədim və bir anlıq süpürgə gözündən itən kimi özünü dəli kimi aparmağa başladı. Anladım ki, onun psixoloji problemləri var. Kebabı qabağına qoyub utandım soruşmağa bu ay. Soruşdum, bu il yemək yemisən? Yox. Soruşdum, bəs heç olmasa ildə bir dəfə yeyəndə o yeməyi hardan tapırsan? Elə danışsan göyə bilmirsən. Çöldə. Bunu eşidib çox kövrəldim və sonra gördüm ki, onun psixoloji problemləri çox inkişaf edib və öz-özünə gülməyə başladı. Mən daha da dəhşətə gəldim. O məndən xahiş etdi ki, restoranın qalıq yeməkləri varsa, onları yığım aparım, təzə korobka tapıb onun içərisində yeyərəm. Mənim ürəyim dözmədi, ona pul da verdim ki, özünə korobkanı rahat tapsın. O isə qəlbinin genişliyindən öz süpürgəsini mənə əmanət etdi. İndi isə reklam. Yeni il kebab seti qiyməti 79 manat 90 qəpik. 4 nəfərlik set. Gəlin yeyin də.